Herkese salam əzizlər, uzun zamandan sonra uzun videoya yenə qarşınızdayım. Gördüyünüz kimi o köhnə videolardan tanıyanlar tanıyır həmin skuter. Ben seni sevmeyi unutmadım. Sen beni sevmeyi unuttun mu? Gördüyünüz bu 100 TL ilə bu skuter düzəldəcəm. İstəsəm 1000 TL ilə düzəldərdim mənim üçün heç nə. Prost deyirəm, maraqlı video alsın. Eşkimi duysan şehirlerimden. Ona görə 100 Türk lirası ilə, yəni Türk TL, 100 TL ilə düzəldəcəm. Gördüyünüz kimi skuterin vəziyyəti belədir. Gördüyünüz kimi qabaq təkəri əməlli başlı pis günə düşüb. Skuter özdə pis günləri, arxa krilo qırılıb, arxa təkər partlayıb. Gördüyünüz kimi toz içindəri təmiz tozdur. Gördüyünüz kimi vəziyyət verir. Tormuzu sazdır, signal vacib şey deyil. Gördüyünüz kimi özdə işdə vəziyyətdədir. Mən təəccübləndirəm bunun bu qədər vaxtda hardasa 1 ilə bunun motorunun bu qədər sazı qalmağı məni təəccübləndirir. Gördüyünüz kimi işığı da işləyir. Gördüyünüz kimi motor saz vəziyyətləri, qazı yarısına qədər bastım, 30 sürət yığdı. Məni təəccübləndirən bu oldu. Əzizlər, video 2 gün çəkəcək. Əslində bu gün çəkib qutaracaq idim, amma yatıb qaldığım üçün videomu bu gün çəkə bilmədim. Sabah davam elətdirəcəm. İndi axşam olduğundan kameramda axşam yaxşı çəkmir, ümumiyyətlə yaxşı çəkmir. Sabah videoya davam eləyəcəm. Gördüyünüz bu əlimdəki 100 TL ilə gördüyünüz bu skuteri təmir eləyəcəm. İndi sağ olun əzizləyicilər, ya da sağ olmayın. İndi əzizləyicilər sabah səhər tezdən durub videoya davam eləyəcək. İşte topun ayağı vedası. Gün 2-dən davam edirik əzizləyicilər. Səhər tezdən durmuşam. İndi məşqim var deyə məşqə gedirəm. Məşqə getmək üçün də forma seçməliyəm. Formalar gördüyünüz kimi bu bərbaddır. Almanya forması götsə. Ondan sonra bu Fenerbahçe 2019-20 formasıdır gördüyünüz kimi. This is not good. I don't like. Bunu da tullayırıq. Gördüyünüz kimi. Gördüyünüz kimi digər də budur. Fenerbahçe'nin keçən sezon forması. Bunu da çox geyinmişəm. Bunu da tullayıram. Gördüyünüz kimi Zərdaf FK forması. Bu da balaca dəyirmə. Bunu da tullayıram. Gördüyünüz kimi 17 nömrəyə görə Fenerbahçe Mourinho dönəmi. Bunu da tullayıram. Bu da xoşuma gəlmədi. Barcelona Messi'nin prime vaxtlar formasını da tullayıram. Xoşuma gəlmədi nəsə. Bu da Neymar uzun qoldu. Bunu da tullayıram. Bu istilə geyinilməz. Gördüyünüz kimi Fenerbahçe nə bilim sansa forması. Bunu da tullayıram. Bu da Fenerbahçe'nin bu ilki forması təzə almışam. Orijinal format Türkiyədən gəlib 2000 TL'yə, 2000 TL yox, 2000 TL'dən baha formadır. Bunu da tullayıram təzə deyə. Gördüyünüz kimi formaların hamısı bərbaddan yaxşı forma. Fenerbahçe'nin formasıdır. 120 ulduz bu sezon forması. Kombinler Zara'dan. Bana bahset dostum paradan. İndi bunu geyinib gördüyünüz kimi gedirəm məşqə. Məşqə gedib gəlirəm, tezliklə qayıdacam. Babamla oturub qara 100 TL-ni necə dəyişəcəyim fikirləşirdim. Birdən babamın ağlına çox gözəl bir fikir gəldi. İndi fikri dinləyək. Deyir ki, mənim bir qardaşım var, adı Vidadidir, həmçində oliqarxdır. Fransanın paytaxtı Zərdaf rayonunda qalır. Gedəsən ona çatasan, mənim adımı verib ondan pulu dəyişməyini istəyəsən və üstünə 1-2 manat da verib sənin Azərbaycana dönüşümü təmin edəcək. Əzizlər, gördüyünüz kimi gəlib çatdım. Deyilən görə o təpədəki Vidadin evdir. İndi çıxacam təpəyə doğru, qonşulardan soruşub girəcəm Vidadin evinə. Əzizlər, deyəsən gəlib çatmışam. Buralar çox sakitlikdir. Konum buranı göstər, ev buradır. İndi qapını döyüb girəcəm içəri. Salam. Siz Vidadisiniz?
Sağ ol. Məni qardaşımız göndərib. Deyib ki, sizin güya pulunuz çoxdur, bu 100 TL-ni dəyişəcəksiniz. Dəyişə bilərsiniz, 3 manat 29 qəpik eləyir. Dəyişəm. Hə. Dəyişin də. Bilən Türkiyəyə gedəsiniz buradan, Fransadan. Gedib orada kef eləyərsiniz. 2 manat, 3 manat versəz, bəs 29 manat bəxşiş. Geç yaxşı yox. 3 manat oldu, bəli. Görüm 3 4 manatdır. olmalı. 3-3. 29 qəpik də bəxşiş. Burada deyirəm ki, mən sizin qardaşınız göndərmişdi. Bəs özü burada nə gəzir deyirəm. Belə bir maraqlı an yarandı. Mən də çox təəccübləndim. Ondan sonra da qayıtdım mən Azərbaycan paytaxtı Zərdaba. Əzizlər, gördüyünüz kimi babamın velosipedini götürdüm. Öz velosipedimin təkər partlayıb doldurmağa da həvəsim yoxdur. Ona görə babamın velosipedini götürdüm. Gedirəm gördüyünüz kimi yoldayım. Əzizlər, gördüyünüz kimi yoldayım, gedirəm. Az qalıb mağazinə, satım mağazinə alım lazım olanlar. Əzizlər, gördüyünüz kimi gəlib emalatxanama satdım. Emalatxanamın xüsusi bir yönü var. Yönü də açarla açılmaqdır. İndi açarı vuracam. Gördüyünüz kimi heç bir müdaxilə olmadan açacaq. Baxın, açarı vurdum. Qapı açıldı. İndi əmrlə dəstək verim. Gördüyünüz kimi skuterimiz açarlar. Bu açarların hamısını özüm öz pulumdan almışam. Yəni evdən götürməmişəm. Hamısını özüm pullarımla almışam. Gördüyünüz kimi bugün də aldıqlarım bu 2 rəqli bir kamerdir. Gördüyünüz kimi müxtəlif bir taktikam var. Taktikanı da sizə göstərəcəm və skuteri düzəldəcəyik. Gördüyünüz kimi skuterin vəziyyəti belədir. İndi düzəltmək mərhələsinə keçə bilərik. Əzizlər, videoda hər şeyi tam ayrıntısı ilə izah edəcəm. İlk öncə burada şurupları açırıq, digər tərəfləri var, onları açıb gəldim. Əzizlər, gördüyünüz kimi 2 tərəflərə çıxartdım bunu. Bu da digər tərəf. Bu motora gedən şunurdur. Bunu zədələmək olmaz. Zədələnsə motor işlənməz hala düşür. Ona görə bunun buradan çıxardırma qaydasında sizə tam olaraq başa salacağım. Əzizlər, ilk olaraq 19-luq açarla motora gedən şunur yox. Əks tərəfin şurupunu açmalıyıq. Bunu açdıqdan sonra birdən eləyirəm, sonra əlimlə rahat açır, bunu açıb gəldim. Əzizlər, şurupları boşaltdıqdan sonra təkər yerindən ayırıb, birinci bu şurupu çıxardırıq, sonra bunu boşaldırıq, təkər yerindən ayrılır. Sonra motoru diskdən ayrılmanın yolunu öyrədəcəm sizə. Əzizlər, ilk öncə buradakı bütün şurupları açırıq, sonra bu digər tərəf var, bura. Buranı sərt bir yerə qoyub, buradan vururuq bu hissədən. Güc tətbiq edirik, onda motor yerindən çıxır. İndi motor çıxarıb gəldim. Əzizlər, gördüyünüz kimi altı sərt bir təbəqəyə söykədik. Güclü qüvvə tətbiq etdik. Bu buradan ayrılır motor. Motoru ayırdan sonra bunu iki əlimizdən həm sağ, həm sol tərəfdən tutub yuxarı qaldırırıq. Daha sonra disk motordan ayrılır və rahatlıqla işimizi görə bilirik. İndi diski motordan ayırım, davam edəcəm videoya. Saat 12:59-da başladığım işi saat 13:30-da bitirdim. Bunun burasındakı maqnitlər və bunun burasındakı maqnit bunu özünə çəkirdi və bunu hərəkət etdirmək çox çətin idi. Bunu güclü bir tər çıxartdım. Burada görə bilərsiniz maqnitin çəkimini. Çox güclü bir çəkimə malikdir. Görürsünüz kimi bura var, bura. Problemsiz şəkildə çıxartdım. Əsasən də zədə verməkdən çox qorxurdum. Zədəsiz bir şəkildə bunu buradan çıxarda bildim. İndi isə davam eləyəcəyik. Bizim əsas işlərimiz buradadır. Kameri dəyişməkdir əsas işimiz. Və indi kamerini dəyişəcəyik. Patrişkasını düzəldəcəyik. Daha sonra təkər yerinə taxacaq. İndi gedim patrişka evdə qalıb. Onu gətirim, davam eləyəcəm videoya. Əzizləyicilər, motorun quruluşu bəziləri üçün maraqlı gələ bilər. Gördüyünüz kimi belədir, daxili belədir. Gördüyünüz kimi quruluşu tam belədir. Bu bağlanır buradan akkumulyatora zada, beyinə zada. Gördüyünüz kimi quruluşu belədir. Bu da xaricili maqnitlərdir. Bu maqnitlərin səbəbinə hərəkət edirlər. İndi gedim təkər gətirim gəlin. Əzizlər, gördüyünüz kimi təkər gətirdim. Təkər son alıb belədir, gördüyünüz kimi. Əməlli başlı fiskündə. Əlimdə də belə bir köhnə skuter kameri var. Bunu bunun içinə eləyib, nəsə ağlımda bir fikir var. İndi biraz da fikirləşim bunu. Ondan sonra sizinlə bölüşəcəm birazdan.
Burada gördüyünüz kimi köhnə kamerdən istifadə etmişəm. Köhnə kamer patrışkanın üstünə keçirərək qoruyucu təbəqə yaratmışam. Gördüyünüz kimi də bu beləliklə bir neçə ay müddətində zırılmadan davam edə biləcək. Kimsə düşünə bilər zırılır, amma zırılmır. Əzərdə gördüyünüz kimi həmdə 105 kley var belə. Bu kleylə indi bunun ətrafına vuracam, daxilinə də vuracam. Bunu indi tam olaraq kleyləyəcəm. İlk öncə buradan açıram, hər yerinə vurmaya çalışıram. Çünki bu bərk olmalı, yoxsa təzdən çıxar. Tanımadığım yüzler yatağımdalar, sabahlara alışmadığım ten. Düşününce konuşacak daha ne var ama yine de özledim gel. Ah, benim kalbime düşman, kendi katilimle barışmak zor. Her hikayeni Əzərlər gördüyünüz kimi tam olaraq hazır elədim, ətrafını kleyləyədim. Aradasa 100 TL'dən biraz ötəyə keçdim. 10 dəqiq kley aldım, 10 dəqiq kleydə 5 manat eləyir. 0,150'ni ona vuranda 5 eləyir. 5 manatlıq kley istifadə edim. Gördüyünüz kimi tam olaraq kleylədim bunu. Yaxşı vəziyyətə saldım. Gördüyünüz kimi. Bir də bizim burada problemimiz qalıb. Yaxınlaş kamerama. Yaxınlaş. Gördüyünüz kimi tam burada sıxıntı əmələ gəlib. Gördüyünüz kimi. Sıxıntı əmələ gəlib gördüyünüz kimi. İndi biz bu sıxıntını aradan qaldırırıq. Daha sonra kameri qoyacağıq və işimizə davam edəcəyik. İndi bunları eləyib gəlirəm. Əzərlər gördüyünüz kimi bunu tam olaraq hazır edim. İndi Zərdafda nə idi bunun adı? Kamer satılmadığından bunun kameri 12'li velosiped kamerini qatdalayıb qoyacağım indi. Bunu açaq ilk öncə gördüyünüz kimi açırıq. Kamerin böyüklüyü gördüyünüz kimi bu boyutdadır. Bundan böyükdür görürsünüz. Bunu çöldən əhatə eləyə bilir. İndi bunu bax bu şəkildə qatdalayıram, yolum var. Elə bunu bura vuracam, sonra təkər taxacam, davam edəcəm videoya. Əzərlər gördüyünüz kimi tam olaraq oturtduq yerinə. Gördüyünüz kimi vəziyyəti belədir indi. Heç əsl təkərdən fərqi yoxdur. Çox yaxşı şəkildə düzəltmişik gördüyünüz kimi. İndi bunu dolduraq, vəziyyətini baxaq, sonra yenidən quraşdıracaq. Saatı sizə deməəcək, saat 15:00 oldu. İlk başda saata qulaq asarız. Ondan bəri heç evə getmədən işləyirəm. Əzərlər görürsünüz ki, indi bunu təkər doldurdum, işdə təkər. Bunu bura taxacam, indi taxmaq da çıxartmaq qədər vaxt aparacaq. İndi taxıram bunu, taxıb gələcəm, biraz vaxt aparacaq. Əzərlər saat 16:00 oldur, hələ ki saat 16:00-da bunu tam yerinə taxa bildim. Baxın bu qədər əziyyətli işdir. Bu əziyyətimizin qarşısında abunə olub takip atmayı unutmayın. Gördüyünüz kimi indi şurupları yerinə taxacaq əzizləyicilər. Hamısı indi tək-tək yerinə taxacam, quraşdıracam. Bir-iki xırda işlər var, onlar görəcəm. Daha sonra isə skuter tam hazır vəziyyətə düşəcək. Gördüyünüz kimi şurup taxdım. Tam bunun üçün hardasa bir 5-6 saat dəlləşirəm bu gün. Bu gün üçün hardasa 5-6 saat dəlləşirəm əzizləyicilər. İndi bunu taxım gəlirəm. Əzizləyicilər gördüyünüz kimi düzəltdim bunu tam olaraq. Təkər yerinə oturdu gördüyünüz kimi. Bunları da yerinə taxacam bu qıraq panellər. Prosto bir də problem var. Problemi göstərim sizə. Velosiped kameri taxdığımdan boğaz uzundur. Bir də buna baxın. Dəyər bura qayıdır. Hər şeyi düzəltdik, burada ayna batırdıq əzizləyicilər. Ona bir çarə tapılsa taparam, tapılmasa video ilə belə qutarar. İndi bunlar taxım kənar nahiyələrini təzədən davam edəcəm. Əziz izləyicilərimiz, gördüyünüz kimi bizim əldə eləyə bilməyəcəyimiz problem yoxdur. Gördüyünüz kimi tam olaraq keçir rahat şəkildə. İndi biraz hazırlıq görək, skuter təmizləyə gedib yoxlanış sürüşü də sürərik və videonu beləliklə yekunlaşdırarıq. Əzizlər gördüyünüz kimi tam hazırdır. Bunun ən çətin işini gördüyüm motoru çıxartmaq və taxmaq. Onun için də elə cüzi bir səhv eləsəydim motor sıradan çıxa bilərdi. Yəni ən baha şeyi motordur, bir də akkumulatoru zadıdır. Elə bir xırda iş gördüm. Skuter yenə işləyir, super şəkildə işləyir. Təkər də super şəkildədir. Kirlosunu sizə deyim ki, qırıqdır, kirlo puldan alırlar. Ta kirlonu da taxtadan düzəldəsi deyil amma axı. Gördüyünüz kimi tam hazırdır, skuter də işləyir. Bir də üncül sizə sürüm skuteri. Gördüyünüz kimi gedir. Bir də sürətini də göstərim. Gördüyünüz kimi yığır rahat. Baxın, əlimi qaza vuran kimi görürsünüz yığır. Görürsünüz, təkərin də fırlanmağı super şəkildədir.
Gördüğünüz kimi skuterimiz tam hazırdır. Bir videonun da sonuna gəldik əzizlər. İzlədiyiniz üçün çox sağ olun. Gördüyünüz kimi skuter çox super şəkildə işlədi. Mənim bu əziyyətimə qarşılıqda siz də bir də bəyənərsiniz, abunə olarsınız. Olmasa da canınızı sağ olsun və sağ olun əzizlər. Videoya baxdığınıza görə təşəkkür edirəm. Damn it. Everything he does is so freaking cool. He's got an absolutely unique style that no one can copy. The whole reason I started playing basketball was because I looked up to him.